Yaxşı, bugün baxırıq vasitəsiz nitqin izahına. Deməli, uşaqlar, vasitəsiz nitq nədir? Vasitəsiz nitq başqa şəxsin nitqini dəyişdirmədən verməkdir. Başqa şəxsin nitqini heç bir dəyişiklik etmədən qarşı tərəfə çatdırmaqdır. Dəyişiklik etmədən qarşı tərəfə çatdırmaqdır. Yəni, kimsə sözü necə deyibsə, heç bir dəyişiklik eləmirik. O cümləni onun dediyi formada başqa adama çatdırırıq. Məsəl üçün, mən Minədən eşitdiyimi, nətər eşitmişəmsə Zəhri ilə deyirəm. Aydındır? Bu vasitəsiz nitqdir. Minənin dediyi olacaq vasitəsiz nitq, mən deyirəm deyə, mən olacam müəllif. Başa düşdük? Dəyişiklik etmədən qarşı tərəfə çatdırmaqdan ibarətdir. Qarşı tərəfə çatdırmaq. Mənim bir də nə demək? Deməli, vasitəsiz nitqi, yəni qarşı tərəfin sözünü vasitəsiz nitq altından yazıram. Vasitəsiz nitq qarşı tərəfin sözüdür. Yəni, eşitdiyimiz sözdür. Vasitəsiz nitq nədir? Eşitdiyimiz sözdür. Bunu biz işarələyirik V hərfindən. V. Müəllif danışan adamdır. Yəni, çox vaxt özümüz oluruq da. Biz kimsə sözünü eşitirik, eşitdiyimizi başqasına çatdırırıq. Müəllif isə M hərfindən işarələnir. Müəllifin sözü. Müəllif nə ilə işarələnir? M hərfindən işarələnir. Məsələn, gəl baxaq cümləyə. Məsələn, deyirəm ki, bax, getmişsiniz sinifə, müəlliminiz deyib ki, sabah KSG olacaq. İndi sən sinif yoldaşına deməlisən ki, müəllim dedi ki, sabah KSG olacaq. Əgər sən desən ki, müəllim dedi ki, o sabah KSG edəcək. Bu artıq vasitəli nitqdir. Çünki bax, mən o sözünü dəyişmişəm. Müəllim deyibdi ki, mən sabah KSG edəcəm. Amma sən işlədirsən ki, o sabah KSG edəcək. Məni o ilə dəyişibsən. Başa düşdün? Görsən, dəyişmə varsa, bunun adı nədir? Vasitəli nitq. Dəyişmə varsa, vasitəli nitqdir. Və vasitəli nitq sizin bu təzəcə öyrəndiyiniz tabeli mürəkkəb cümlə şəklində qurulur. Nədir? Tabeli mürəkkəb cümlə və heç bir əlavə durğu işarəsindən istifadə olunmur. Dırnaqlardan, tirədən istifadə etmirik. Tabeli mürəkkəb cümlə olur. Ki bağlayıcısından çox vaxt istifadə olunur və dırnaqlardan, tirədən istifadə etmirik. Amma müəllimin sözünü olduğu kimi çatdırmaq istəyirəmsə, mənə əlavə durğu işarələri lazım olur. Qoşa nöqtə və ya tirə ya da ki dırnaq işarəsi. Və bunun adı adlanır vasitəsidir. Məsəl üçün, deyirəm ki, müəllim dedi. Müəllim dedi 2 nöqtə. Dırnaq açıram. Müəllimin sözünü özümün sözümdən fərqləndirmək üçün ya dırnaqda verməliyəm, ya dırnaqları ləğv edib qabağa bir dənə tirə yazmalıyam. İkisini də yazsanız doğrudur. Müəllim dedi, sabah KSG edəcəm. Bax, bu cümlə müəllimin ağzından necə çıxıbcısa, mən qarşı tərəfə ilə çatdırdım. Hansı durğu işarələrinin köməkliyi ilə? Qoşa nöqtə, dırnaqlar, dırnağın da yerinə olmasa, tirə. Bu vasitəsiz nitqdir. Aydındır, vasitəli nədir, vasitəsiz nədir? Bu vasitəsiz nitqdir. Vasitəsiz nitq 5 dənə formada təzahür eləyə bilər. 5 dənə formada təzahür eləyər. Gəl bir-bir bunların formalarına diqqət eləyək. Buna baxaq, biraz da naziklədək. Məsələn, birinci vasitəsiz nitqin təzahür formaları. Birinci ən primitividir. Elə yazdığımız cümlədə ona nümunədir. Vasitəsiz nitqin formaları. 5 formada olacaq. Gəl baxaq. Birinci forma ən primitiv formamızdır, uşaqlar. Hansı formadadır? M, qoşa nöqtə, dırnaqlar, V, qoşa nöqtə, dırnaq, bir də
nöqtə. Bir də bu dırnaqların yerinə silib necə yaza bilərsən? M qoşan nöqtə. 2 dırnağın yerinə 1 tirə yaza bilərsən. 1 tirə V nöqtə. Aydındır? İndi gəl bunlara aid nümunə deyək. Elə burada dediyim nümunə buna aiddir. Gəl başqasını deyək. Məsəl üçün, atam dedi. Atam dedi. Dostunu seçməkdə sərbəstsən. Dostunu seçməkdə sərbəstsən. Sərbəstsən. Gəl baxaq. Bax, burada atam dedi. Bunu kim deyib? Mən. Düzdür? Deməli, bu nədir? M. Yəni, bu strukturu bu cümlədən çıxartmağa çalışaq. M-dən sonra nə görürsən? Qoşan nöqtə. Düzdür? Dost. Bax, burada nə gördün? Dırnaq. Dostunu seçməkdə. Artıq bunu kim deyib? Qarşı tərəf deyibdir də. Yəni, kimdir? Vasitəsi nitqdir. Bunun vasitəsi nitqdir. Burada nə görürsən? Dırnaq. Dırnağını yaz, nöqtəsinə qoy. Gördün, struktur çıxdı. Bax. Gördün? Biraz aralı yazmışam. Amma yuxarıdakindən eynidir. Və yaxud başqa bir nümunə deyək. Deyirəm ki, kim? Oğlum fikirləşdi. Dedi də olar, fikirləşdi də olar. Əsas təfəkkür feillərlə ifadə olunur bu müəllifin sözünün son hissəsi. Oğlum fikirləşdi. Tufana görə yəqin anam məktəbə yollamaz. Yəqin anam məktəbə yollamaz. Özüm bu nümunəyi yazdım. Niyə? Qulaq as burasına önəmlidir. Bax. Burada nə görürsən? Oğlum fikirləşdi nədir? Bunu kim deyir? Mən. Nədir bu? M. Müəllif. 2 nöqtəsini qoyursan. Bunun şeyini yazmamışıq. Burada yazmamışdıq. İndi bunun dırnağını açdım. Burada sən görürsən dırnağın içində vergül. Dırnağın içində vergülün vasitəsi nitqdən əlaqəsi yoxdur. Sən bunu modal sözə görə qoyubsan. Modal söz gəlib, sən ona görə vergül qoyubsan. Modal sözün vergülünün sənin yazdığın struktura daxili yoxdur. Ona görə də sən bu dırnaqdan sonra vergül qoyanmarsan. Dırnağın içində açıb yazmalısan V. Çünki dırnağın içində nədir? Başqasının nitqidir. Sən bu vergüllə işin yoxdur. Bu vasitəsi nitqə görə qoyulmayıbdır. Sonra gəldik nə? Dırnağı bağlayırıq. Bundan sonra da nöqtə qoyulur. Burada yazmamışam, qoyaq. Deməli, struktur nədir? M, 2 nöqtə. Dırnaqda V, də nöqtə. Nöqtə işarəsi dəyişə də bilər də. Sual olsun, sual da ola bilər. Nida da ola bilər. Yəni, o baxır sənin intonasiyan. Bu sənin birinci strukturun və ən hasad struktur hansıdır? M, 2 nöqtə, dırnaq və yaxud da tiri və nöqtə. İkinci struktura baxaq. 2. 2-də deyir ki, indi bunun tərsidir. Eyni şeydir. Cümlələrin yerini dəyişirik. Yəni, birinci qarşı tərəfin dediyini deyirəm, sonra da deyirəm ki, filan kəs belə dedi. Eyni şeydir. Yerini dəyişirəm. Bu formada olacaq. M, nöqtə. Gəl baxaq. Deməli, müəllifin sözü əvvəldə gələndə qoşan nöqtə qoyulur. Vasitəsiz nitq əvvəldə gələndə bunları bir-birindən ayırmaq lazımdır da. 2 nöqtə qoyanmarsan artıq. Çünki müəllifin sözləri 2 nöqtə tələb edir. Vergül tirə qoyasın. Vasitəsiz nitq müəllifin sözlərindən harada gəlirsə gəlsin, başda gəlirsə, ondan əvvəldəsə vergül tirə ilə ayrılacaq. İndi gəl bu cümləni qaytaraq bunun formasına salaq. Deyirəm ki, dostunu seçməkdə sərbəstsən. Dedi, atam dedi. Dedi atam olsun, fərqi yox. Dedi atam. İndi buna bax. Gəl strukturu çıxardıq. Bax, burada nə görürsən? Dırnaq. Dırnağın içində bir şey nə olur? V, yəni vasitəsini, başqasının sözü. Dırnağın içində olan durğu şairlərinin bizə dəxli yoxdur. Olsaydı da belə götürməyəcəkdik. Dırnağın içində V-ni yazdıq, bağladıq. Sonra nə gəlir? Bu vergülün dəxli var cümləyə. Çünki sən vasitəsiz nitqi müəllifin sözünə vergüllə ayırıbsan. Bu vergülü sən sırf vasitəsiz nitqə görə qoyubsan, ona görə vergülünü qoy. Sonra tireni də ona görə qoyubsan. Dedi atam, bunu mən demişəm artıq.
Bu mənim sözümdür. Nə ilə göstəririk? M-lə. Nöqtəsində qoy çıxsın getsin. Başa düşdük? Sonra üçüncü struktur. 3-də deyir ki, M qoşan nöqtə, dırnaq aç, V, dırnağı bağla, vergül tire M. Bax, bunun əslində strukturuna baxanda biz başa düşürük. Əslində, bax, burada sən bu düsturmu deyim, strukturmu deyim, adını hər nə qoyursansa, baxanda məzmununu başa düşürsən. Deməli, birinci sən danışasan, yəni mən deyəcəm. Ondan sonra qarşı tərəfin sözünü deyəcək, ondan sonra bir də mən danışacam. Elə bir mənim öz sözlərimin arasında başqa adamın sözünü demiş olacam. Gəl baxaq. Deyirik ki, direktor sinifə gəlib. Bax, direktor sinifə gəlib. Bunu mən demişəm. Mənim öz sözlərimi qutaranda 2 nöqtə qoymalıyam. Düzdür. 2 nöqtədən sonra başqasının sözü başlayırsa mütləq dırnaqla başlamalıdır. Və yaxud tire ilə. İkisini də yaza bilərsən. Dırnaqla başladıq. İndi direktorun sözünü deməliyəm. Çünki zəmin artıq onu hazırlamışam. Direktorun sözünü deyək. Nə deyib sizə? Məsəl üçün, davamiyyəti nəzarətdə saxlayın. Davamiyyəti gücləndirmək lazımdır. Gücləndirin, uzatmayaq. Davamiyyəti gücləndirin. Direktorun sözü qutardı. Nə qalmalısan? Dırnağını qoy. İndi direktorun sözünü, yəni V-ni o birindən nə ilə ayırırdın? Vergül tire ilə. Vergül tiresini qoy. İndi deməli mənim yenə sözüm gələcək. Direktor sinifə gəlib, davamiyyəti gücləndirin dedi. Nöqtə. Qutardı. Ya səndən bu strukturu verib, buna uyğun cümlə istəyəcək, ya cümləni verəcək ki, bunu struktura keçirdi. İndi gətirsin eləyək. Direktor sinifə gəlib. Bunu kim deyib? Mən. Məndən sonra nə gəlib? Qoşan nöqtə. Qoşan nöqtədən sonra nə var? Dırnaq. Dırnağın içində olan heç bir durğu işarəsi bizi maraqlandırmır. Bir dənə sonda qoyulan, məsəl üçün sual zadı olsa, onda hə. Məsəl üçün desəydik ki, davamiyyət yenə zəifdir, sual, onda qoyacaqdı. Davamiyyəti gücləndirin. Bu direktorun sözdür. V. Düzdür. Bağladıq. Bunu nə ilə ayırırıq M-lə? Vergül tire. Bu kimdir? Mən. Nöqtə. Aydındır. İndi gəl 4-ə baxaq. Eyni şeyin tərsi. İndi mənim sözlərimin arasında gəlib müəllifin sözü. İndi müəllifin sözlərini mənim sözlərimi kəsəcək. Yəni, mən bir dəfə danışacağam. Müəllifin sözünü 2 dəfə deyəcəm. 4-cü struktur. Müəllifin sözlərindən, yox, V ilə başlayanda, V nə ilə başlayır? Dırnaqla. Deməli, dırnaqla başlayacaq. V. Sonra, mənim sözlərim bunun ortasında gələndə nə ilə ayırırıq bu inanmını? Vergül tire M. Sonra, yenə vasitəsinilik gəlir. Nə ilə ayırırıq? Vergül tire V. Sən bu struktura baxanda, sən görməlisən ki, birinci kim başlayıb? Başqasının sözü. Sonra mən danışmışam, sonra yenə başqasının sözünü demişəm. Gəlin də buna uyğun bir dənə cümlə deyək. Deyirəm ki, bir dəqiqə, buradakını yazaq. Bu kitab sənindir. Bu kitab sənindir. Bu kitab sənindir dedim. Qardaşın yollayıb. İndi deyəcəksiniz ki, müəllim, bu kitab sənindir deyəndə mənəm, dedimdə mənəm, qardaşın yollayıb deyən də mənəm. Olsun. Yenə qrammatikada bizdə nə deyir? Dedim müəllifdir. Kitab sənindir. Ondan qabaq deyilir. Başqa bir fikirdir. Sən desən belə fərqi yoxdur. Bu fikirlə bu fikrin məzmununu eyniləşdirmək olmur. İkisini də sən desən belə. Dedim, qardaşın yollayıb. Yaxşı ki, sən çaşdırmayaq, dedi yazaq. Bu kitab sənindir, dedi. Qardaşın yollayıb. Bu kitab sənindir. Bu, qarşı tərəfin sözüdür. Yəni, qoşan yox, bax, burada nə görürsən? Dırnaq. Bu kitab sənindir, nədir? V. V-ni M-dən nə ilə ayırırıq? Vergül tire ilə. Dedi kimdir? Müəllif. Yenə vergül tire. Qardaşın yollayıb. Yenə başqasının sözüdür. V. Yenə burada nə görürsən? Dırnaq. Burada nə görürsən? Qutardı. Çətindir? Yox. Gəl 5-ci struktura baxaq. Növbələşəcəkdir.
Bir dəfə mən deyəcəm, bir dəfə müəllif vasitəsini. Bir dəfə yenə müəllifin sözü, bir dəfə də vasitəsini. O hansı strukturdur? 5. Baxaq.